Salam aleykum əziz dostlar. Dünən mən bir video çəkdim və dedim ki, İrandan gələn dron Azərbaycana mənim fikrimcə təxribata oxşayır. Bugün görürəm ki, bəzi insanlar rəydə cürbəcür fikir bildirir və çoxsu mənimlə razıdır. Amma ki, mən onu demək istəyirəm ki, hələ mən bildiyim qədər istintaq gedir və İran tərəfdən Azərbaycan rəsmi cavab gözləyir, amma artıq bəzi Azərbaycan televiziya kanalları o haqda bölüşüm etdilər. İranın Xarici İşlər Naziri Abbas Əraqçı ölkəsinin Naxçıvana dron atmadığını bildirib. O, bunu Azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışanda deyib. İranın Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirib. Abbas Əraqçı onu da əlavə edib ki, bu hadisə ilə bağlı artıq araşdırma başlayıb. Nazirlər martın 5-də Naxçıvanda Azərbaycanın İrana məxsus bir dronu vurması, bir məktəbin yaxınlığına dron düşməsi və hava limanına dəyən dron zərbəsinin açıqlanmasından sonra əlaqə saxlayıblar. Prezident İlham Əliyev hadisəni İran tərəfindən Azərbaycana qarşı terror hücumu kimi qiymətləndirib. Ceyhun Bayramov hadisəni pisləyib və deyib ki, bu hücumlar gərginliyin artmasına xidmət edir. O deyib ki, hadisə ilə bağlı araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini gözləyirlər. Və onu demək istəyirəm ki, siz bilirsiniz ki, mən vaxtı ilə 3 il ermənilərlə canlı yayında debatları aparan adamam, layiqincə vətənimə dəstək olmuşam, qazi yoldaşıyam özümdə. Bilirsiniz ki, bir müddət mən Ukraynaya dəstək olmuşam, sonra Fələstinə dəstək olmuşam. İndi də mənim məqsədim nədir? Mənə orada yazırlar, bəzi yazırlar ki, molla rejimi və digər. Mən dəfələrlə demişəm ki, mənim ümumiyyətlə İranla heç əqidəm də fərqlidir. Çünki orada əhli şia daha çox yaşayır. Mən əhli sünnə əqidəsindəyəm və o deməkdir ki, ən azı Xomneyi mənim din rəhbərim deyil və sayılmır. Amma İranda 40 milyona yaxın Azərbaycan türkü yaşayır və mənim yazdığım orada dinc əhaliyə gəlir. Hər zaman arzum o olub ki, Azərbaycanda sülh olsun və qonşularla sülh olsun və bu günləri mənim çalışdığım və danışdığım odur ki, Azərbaycanda inşallah müharibə olmasın. Və mən onu demək istəyirəm ki, mən dövlət işçisi deyiləm ki, məsuliyyət daşıyım və bu mənim azad olan bir vətəndaş olaraq fikrimdir, analizimdir və buna da mənim haqqım var. Və onu da demək istəyirəm ki, inşallah Allah tüm müsəlmanları bütün dünyada qorusun. Biz Azərbaycanda yaşayırıq və Azərbaycanda hər Azərbaycanlı dünyasını dəyişən müsəlman kimi dəfn olunur. Bunu da unutmayaq. Dəfələrlə demişəm ki, Azərbaycan bayrağında yaşıl rəng İslam simvolu, mədəniyyəti deməkdir. İnşallah hər şey yaxşı olacaq. Biz hər zaman öz prezidentimizə ümidük. Bunu da dəfələrlə mən demişəm və mən ümidəm ki, bizim dövlət başçımız düzgün addımları atacaq və biz hər zaman öz vətənimizin yanındayıq.